Yeni il öncəsi The Economist jurnalı ilin ölkəsini seçir. Söhbət ən varlı, ən güclü və ya xoşbəxt ölkəsindən getmir. İlin ölkəsi bir il ərzində siyasətdə, iqtisadiyyatda və ya gündəlik həyatda müsbət istiqamətdə ciddi dəyişiklik edən dövlətdir. Bu ilki seçim isə bir çoxlarını təəccübləndirdi. Çünki ilin ölkəsi Suriya oldu. Bəs nəyə görə? Cəmi bir il əvvəl Suriya, İran və Rusiyanın dəstəyi ilə Bəşər Əsədin nəzarətində idi. Həbsxanalar dolu idi, müxalifət susdurulurdu. İnsanlar işgəncəyə məruz qalırdı. 13 illik müharibə ərzində yarım milyondan çox insan həyatını itirdi. 2024-cü ilin dekabrında isə Əsəd rejimi çökdü. O ölkəni tərk etdi. Hakimiyyətə isə Əhməd Əl-Şara gəldi. Keçmişdə Əl-Qaidə kimi radikal qruplarla əlaqəsi olan bir fiqur. Amma bir şey gözləyirdi, ya xaos ya da Əfqanistana bənzər sərt İslamçı rejim. Amma bunların heç biri baş vermədi. Bugün Suriyada qadınlar məcburi örtünmür, evə qapanmır. Normal şəhər həyatı, əyləncə var, hətta alkoqol belə qadağan edilməyib. Yeni hakimiyyət ABŞ və Körfəz ölkələri ilə yaxşı əlaqələr qurdu. Sanksiyalar tədricən yumşaldı. İqtisadiyyat isə canlanmağa başladı və ən vacibi təxminən 3 milyon Suriyalı yenidən evinə qayıtdı. Təbii ki, hazırda hər şey həll olunmayıb. Bəzi problemlər hələ də qalmaqdadır. Amma bir fakt dəqiqdir. 2025-ci ildə Suriya 2024 ilə müqayisədə daha təhlükəsiz və daha sakit yaşayır. The Economist jurnalı üçün əsas arqument məhz bu idi. Əgər videonu bura qədər izlədinsə, deməli bu kimi iqtisadi və siyasi araşdırmalara marağın var. Elə isə videoya like qoymağı və kanala abunə olmağı unutma.